Mən isə burada wasabi sushi ilə qalxıram yuxarı. Burada görürəm ki, mənə hədiyyə də qoyublar, marojana falan. Mukbang çəkəcəm bunlarla. Ta ki seni görene kadar, ta ki seni görene kadar, ta ki seni görene kadar olanlarla oldum, esirin oldum, ilacım bu. Blogerliyin mənfi cəhətlərdən video çəkmişəm və bir neçə bəndi unutmuşam. İndi dedim storiesdə sizə danışım, bəlkə də maraqlı olar. Bəzən elə olur ki, hansısa bir şirkət sizə yazır reklam üçün. Hər bir xırdalığı danışılır. Ay belə açılış olacaq, ay nə bilim belə olacaq. Hər bir xırdalığı sizinlə danışır. Siz də bir gün və yaxud 2 gün ona həsr eləyib, onun xırdalıqları danışırsınız. Amma axırda deyirlər ki, misal üçün biz bu ay büdcetimizi ayırmamışıq, alınmır bu ay bizdə və yaxud nəsə təxirə salındı. Yəni ki, bir sözlə elə bir ki, sizin 2 gününüzü alıb, axırda siz heç bir qəpik qazanmamış olursunuz. Bu da normaldır. Yəni ki, buna görə də pis olmaq olmaz. Sadəcə bəzən misal üçün dırnaq usta deyir ki, kimsə yazılıb mənim yanıma və müştəri gəlməyib, belə müştərilərdən pul alacağam ki, boş-boş vaxtım getməsin. İnanın ki, belə risklər hər bir işdə var. Bəzən isə elə olur ki, tutaq ki, də siz reklamı çəkirsiniz, göndərirsiniz və şirkəti bu nədir? Nə çəkmirsən? Çox xoşumuza gəlmir. Bunları düzəlt, sən də düzəldirsən, tezdən göndərirsən, tezdən deyirlər ki, yox, bu yaxşı olmadı. Birinci dəfə necə idisə elə qaytara bilərsiniz. Amma bu otaqda yox, o da çəkərsiniz. Sən də deyirsən, o roz otağını istəyirdin, əvvəlcədən deyərdin də. Heç nə deməmiş, susub. Deyirsən, okey, dəyişərəm. Yəni ki, demirəm, mən blogging çox pisdir. Sadəcə çatdırmaq istəyirəm ki, hər işin öz çətinlikləri var. Hər işin öz xırdalıqları var. Və qıraqdan boy bir iş asan görsənə bilər. Misal üçün, mənim qrup yoldaşlarım var ki, qurumlarda işləyirlər, yaxşı maaşlar qazanırlar da. Mən də özümə deyirəm ki, mən də bloggingə başlamasaydı, görürsən, mən də belə o qurumlarda işləsəydim, belə maaşlara çıxa bilərdim. Yəni ki, onların yolu mənə asan gəlir, misal üçün. Çünki görürəm ki, çox yaxşı yaşayırlar. Baxılığım yoxdur, qəti. Sadəcə hər müsbət və mənfi şeyləri üz-üzə qoyub düşünmək lazımdır ki, bununla məşğul olmaq mənim üçün dəyər və yaxud yox. Sadəcə, biraz video çox uzun alındı, bilməm, kəşf edilişəcək və yaxud yox. Sadəcə, bəzən Instagramda belə danışıb sizinlə söhbət edib, belə videolar çəkmək istəyirəm, necə maraqlı olar. Saçımı heç bir zakolkasız yığmışam belə. Və hər zaman məndən soruşulur ki, bunu mən necə edirəm? Baxın, heç nə yoxdur. Mənə görə ən rahat üsul. Nə şpilkasız, nə zakolkasız. Bir dənə rezinka buradan və salam. Elə qızlar, bura işıq düşmür. Bir dənə baxın, necə şəkillər hamısı solub. Dəhşət. Bir il deyil heç. Arzularıma baxaq, hansılar gerçəkləşib. Buradakı arzular heç biri məncəm. Vision boardum var, 4000 hələ olmamışam, çox da pullar da yoxdur. 50 dənə bitən məhsulum da yoxdur, neysə. Belə. Bunları güclə yerləşdirdim. Bir dənə baxın, nə qədər rol var burada. Və razmeri də kifayət qədər böyük olduğuna görə mənim standart şişkanın üstündə güclə yerləşdirdim. Elə gözəl qoxusu var hal-hazırda burada. 2 dənə səhvdir. Səhifələri də burada qoyuram. Keçidirib, siz də sifariş edə bilərsiniz.